Şəmkirin həmişə tarixi olub, yəni Şəmkirdə futbol həmişə olub. Çünki bir kluba baxanda ən azı tarixinə baxmaq lazımdır ki, onun tarixi nətər olub, necə olub. Yəni mən də 6 aydır buradayam, 6-7 aydır burada. Nəysə əlimizdən nə gəldisə çalışdığımız qədər istəyirdik ki, Şəmkir xalqına, Şəmkir camiyyəsinə, Şəmkir azarkeş işlərinə, yəni əlimizdən nə gəlirsə eləyək rəhbərliyə. Yəni şükürlər olsun ki, Allah, şükürlər olsun ki, əlimizdən nə gəldisə hamımız bir yerdə elədik. Çünki futbol elə bir növdür ki, futbol kollektiv oyundur. Çünki mən elə düşünürəm ki, bölgələrimizdə nə qədər futbolun inkişafı o qədər çox olsa, yaxşı olar, mən elə düşünürəm. Ona görə də inşallah ki, biz əlimizdə hələ bir oyunumuz qalıb, hələ bilmək olmaz, hələ ümid sonda bitir. Amma biz inşallah, yenə deyirəm, bu 6 ayda hər kəs bizə kömək oldu. Yəni, həm Şəmkir xalqı olsun, yəni mən bir-bir adların çəkmək istəmirəm ki, özləri bilirlər. Yəni, mənim, yenə deyirəm, yanımda oldu. Mən bura gələndə şərait, yəni, ürəkaçan deyildi, yəni həddindən artıq ürəkaçan deyildi, amma burada peşəkar futbolçu da var, yəni deyək ki, təcrübəsiz futbolçu var, cavan futbolçu var. Bilirsiniz ki, Şəmkir komandasında 2 dənə Şəmkirli var. Mən hələ arzulayıram ki, çox Şəmkirli olsun. Mən istəyirəm ki, komandamda Şəmkirlilər oynasın. Yenə də araşdırırıq, axtarırıq, tapacağıq onda inşallah Allahın köməkliyi ilə.